Bismillahirrahmanirrahim. Bir gözəl qüdsi hədis var. Biharul Ənvar kitabının 5-ci cildində 104-cü səhifədə Allah Cəllə Cəlaluhu Davud Peyğəmbərə buyurur. Əvhəllah ilə Davud əleyhissalam. Allah Teala vəhy etdi. Buyurdu Davud əleyhissalama, ya Davud, turidu və urid. Sən də istəyirsən, mən də istəyirəm. Turidu və urid. Sən də bir şey istəyirsən, mən də nə isə istəyirəm. Yəni iradə edirəm, yəni olmasını istəyirəm. وَلَا يَكُونُ إِلَّا مَا أُرِيدُ. Əmin ol ki, mənim istəyimdən başqası olmayacaq. Əmin ol ki, mən istəyən olacaq. Sən istəyən olmayacaq. فَإِنْ سَلَّمْتَ لِمَا أُرِيدُ أَعْطَيْتُكَ مَا تُرِيدُ. Əgər sən mənim istəyimə təslim olsan, mənim istəyimlə razılaşsan, sənin də istədiyini verəcəm. Hətta bəzi hədislərdə var ki, sənin istəyindən də yaxşısını sənə verəcəm. فَإِلَّمْ تُسَلِّمْ ya və illəm tüsəllim fîmâ urid və illəm tüsəllim limâ urid ət'abtuke fîmâ turid. Əgər sən mənim istəyimlə razılaşmasan, təslim olmasan, o istədiyin şeydə səni əziyyətə salacam. Alınmayacaq ki, alınmayacaq. Sonda nə olacaq? Sonda da və lə yəkunu illə mə urid. Sonda da mən istəyən olacaq. Yəni, sən əgər öz istəyini mənim istəyimə görə boşlasan, həm mənim istəyim həyatda olacaq, həm sənə sənin istədiyini verəcəm. Əgər boşlamasan, israrla öz istədiyində, öz nəfsində dayansan, sənin istədiyin olmayacaq, zaten mənim istədiyim olacaq, əziyyət sənə qalacaq. Yəni Allah Teala bizə başa salır ki, arzulara çatmağın yeganə yolu Allah Teala'nın istəklərinə tabe olmaqdır. Bunu düz anlayanlara salam olsun.